Salam uşaqlar. Belə bir sınaq var və bu sınağın hər bir suallarının izahına baxaq. 61-ci sualımız belədir. Unicode standartında kodlaşdırılmış 32 səhifədən ibarət mətn faylının hər sətrində 32 simvol var. Faylın həcmi 8 kilobaytdır. Fayldakı sətr sayını müəyyən edin. Biz bilirik ki, mətnin həcmi bu düsturla tapılır. Səhifə, vur, sətr, vur, simvolların sayı və vururuq bir simvolun həcminə. Burada deməli sətirlərin sayı məchuldur. Sətrin sayını tapmaq üçün ümumi həcmi bölürük səhifənin sayına, sətirdə olan simvolların sayına və bir simvolun həcminə. V-ni bizə verib 8 kilobayt. Səhifənin sayı 32-dir, 2 üstü 5 yazıram. Simvolların sayı deməli 32-dir, yenə 2 üstü 5 yazıram. Bir simvolun həcmi Unicode kodlaşdırma sistemində bilirik ki, 2 bayta bərabərdir. İndi baxırıq ki, 8 kilobayt, aşağıda isə 2 bayt yazılıb. Fərqli ölçü baytlərini, yəni mütləq eyni ölçü baytına gətirmək lazımdır. Kilobaytı bayta çevirmək üçün vururam 2 üstü 10-a. İxtisarlarımızı aparırıq. 8 bölü 2 bərabərdir 4. Deməli, onda sətrimizin sayı 4-dür. Cavabımız A variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Belə bir funksiya veribdir. Adı F-dir və aşağıda proqramımıza buradan başlayırıq. A dəyişəninə funksiya mənimsədilib. Faktiki parametrlər 1, 2, 3-dür. Biz həmin qiymətləri burada yerinə yazaraq hesablamamızı aparırıq. Yeni x tapmağımızı istəyir bizdən. X-in üstünə y gəlirik. 1-in üstünə 2 gəlirik 3. Yeni y tapmaq istəyir. X-in üzərinə z gəlmək lazımdır. X artıq 1 deyil. Yeni qiymət almışıq 3. 3-ün üzərinə z-i, yəni 3-ü gəlirik 6. Daha sonra z-ə yeni qiymət istəyir. Z çıxılsın. Yəni 3 çıx. X-in qiyməti 3-dür. Üstəgəl 6. 3 çıx 3 0, üstə də 6 gələndə 6 eləyir. Yəni burada x və y-in yeni qiymətlərini götürürük. Z isə dəyişmədiyi üçün 3-ü götürmüşdük. Return-də isə buna bu funksiyanın cavabı olaraq hər üçünün cəmini qaytarmağımızı istəyir. Bu isə 15-ə bərabərdir. Biz A-ya 15 tapdıq. Və düşürük print ekrana çıxarmağımızı istəyir. Yenə belə bir funksiya var. A-nın yerinə qiymətini yazırıq 15. 15 üstəgəl 2, yəni 17 və 3. İndi faktiki parametrlər bu qiymətlərlə hesablayırıq. Eyni funksiyanı hesablayacaq. Baxaq. Yeni x tapmaq üçün x ilə y-i cəmləmək lazımdır. 15 ilə 17-nin cəmi 32-yə bərabərdir. X oldu 32. Y bərabərdir. X üstəgəl z. X-imiz 32-dir. 32-nin üzərinə z, yəni 3-ü gələndə 35-ə bərabər olacaq. Yeni z tapmaq üçün z-dən, yəni 3-dən çıxırıq x-i, lap burada yazıram, 3 çıx, x-in qiyməti 32-dir, üstəgəl 35. Bu bizə verəcək 29, daha doğrusu mənfi 29, mənfi 29-un üzərinə 35 gələndə müsbət 6 verəcək bizə. Deməli, onda bu funksiyanın da qiyməti, daha doğrusu z-in də qiyməti bizə 6-nı qaytardı. Funksiya olaraq return isə bizə qaytarır hər üçünün qiymətini. Yəni 32, üstəgəl 35, üstəgəl 6. Bu da eləyəcək 32, üstəgəl 35, üstəgəl 6. 67, üstəgəl 6, 73. Cavabımız oldu 73, yəni Y variantı. Növbəti sual. 63-cü sual. Ruslan sözü şifrələndikdən sonra belə bir söz alınıbdır. Eyni açar ilə Bahadur sözü şifrələndikdə hansı söz alınır? Bizə açar lazımdır. Görəsən, buradakı hər bir simvolu nə qədər sürüşdürüb ki, belə bir söz alınıbdır. Birinci, məsələn, baxıram ki, hamısı E hərfi ilə başlayır. Deməli, onda eyni qədər, belə deyək də, R-nı nə qədər sürüşdürübdür, U alıbsa, yəni B-nı da həmin qədər sürüşdür. Birinci buna baxaq görək nə qədər sürüşdürüb. R-dan U almaq üçün əlifbaya baxıram. R yerləşir burada. U-ya tərəf addımlayırıq. 1 addım, 2, 3, 4. 4 addım. Deməli, onda bizim açarımız 4-dür. Yəni, əmsalımız 4-dür. Demək ki, onda Bahadur sözündəki hər bir simvolu 4 addım gedibdir. Variantlara baxanda görürəm ki, yəni mən burada B-dır, A hərfidir. Mən bunları addımlarını saysam gələcək E-dir. Yəni mənim üçün vaxt itkisi olacaq.
Hər bir hərf onsuz 4 addım getməlidir. Baxıram üçüncüyə, H hərfinə. H hərfi yerləşir burada. Mən buradan başlayaraq 4 addım gedirəm. 1, 2, 3, 4. J hərfinə gəldi, düşdü. Deməli, üçüncü simvol J hərfi olanlardır. Y variantında I yazılmışdı, bu deyil. Daha sonra dördüncü simvola baxıram. Dördüncü simvolumuz burada A hərfidir. Baxaq A hərfi nəyə gəlib düşəcək? 1, 2, 3, 4. D hərfinə düşdü. Deməli, dördüncü simvolumuz D hərfi olmalıdır. Cavab oldu ya A variantı olacaq, ya da C variantı olacaq. Fərqli olanlara baxırıq. Məsələn, sondan ikincilər baxıram ki, fərqlidir. Burada sondan ikinci U hərfidir. U hərfini addımlardan tapırıq. Görək hansına düşəcək. U hərfi burada yerləşir. 1, 2, 3, 4. U hərfi Z hərfinə gəldi, düşdü. Demək ki, onda cavabımız C variantıdır. Burada sondan ikinci Y hərfi idi. 64-cü suala baxaq. Belə bir sorğu verilibdir. Nəticədə deyir, hansı sətirlər gizlənər? Hər zaman deyirəm, birinci mötərizələrə baxaq. Notu nəyə tətbiq edəcəyi diqqətlə bilmək lazımdır. Bunun üçün mötərizələrə baxaq. Daxildə olan belə bir kiçik bir mötərizə var. Burada həm otaq, həm də qiymət sahələri üzrə sorğu verilibdir. Daha sonra bir dənə də mötərizə var. Mərtəbə və çıxarış üzrə sorğu verilibdir. Mərtəbə və çıxarış. Bir dənə də böyük mötərizə var. Bunu fərqli rəngdə göstərəcəm. Böyük mötərizə var. Baxın, burada açılıbdır. Daxildə 2 dənə balaca mötərizə qutarandan sonra burada sonda bağlanılıbdır. Not da bunun əvvəlinə yazıldığı üçün, deməli, not bu ümumi sorğunun hamısına tətbiq olunur. Deməli, mən mötərizənin içini hesablayıb, sonra notu tətbiq edəcəm. Mötərizənin içərisində belədir. Otaq böyük 2. Yəni, mən notu hələ bunlara tətbiq eləmirəm. Birinci mötərizənin içərisinə baxın. Deyir, otaq böyük 2. 2-dən böyük olanları seçirəm. Və qiymət 140 mindən az olanlar. 140 mindən aşağı olanlara baxıram. İşarələr yazdım. Ənd dediyinə görə burada birləşmələr, daha doğrusu kəsişmələri götürürüm. Yəni, hər ikisi eyni olanlar. Bu olacaq 1 və 5. 1 və 5. Deməli, bir mötərizənin içərisi bunu verdi. Daha sonra burada gəlir OR. İkinci mötərizəyə baxıram. Mərtəbə kiçik 6. Baxırıq. Mərtəbə 6-dan kiçik olanlar buradadır. Və çıxarış var olsun. Ümumiyyətlə, hamısını işarələyirəm. Sonra əndə baxacam. Var olanları işarələdim. Və burada hər birində ənd nəzərdə tutub. Yəni, mərtəbə 6-dan kiçik və çıxarış var olanlar. Yəni, bir kəsişməsini götürürük. Bu da 3-də var və 4-də var. 3 və 4. Burada qeyd edirəm. 3, 4. Deməli, mən bu yaşıl mötərizənin içərisində olan 2 dənə kiçik mötərizələri yazdım. Oru tətbiq edirəm bunlara. Or bilirik ki, birləşmə deməkdir. Bu da olacaq 1, 3, 4, 5. Not bunun, indi notu tətbiq edirəm. Əvvəldən notu yazıram. Deməli, böyük mötərizənin içərisi bizə bunu vermişdir. Not bunun əksini verəcək. Nə verəcək? Yəni, burada görsənməyənlər. 2, 6, 7. Not bunun əksini verdi. Cavab bu. Bizə deyir ki, yəni görsənən olanlar notu tətbiq edəndən sonra bunlar görünəcək. 2, 6, 7. Amma bizə deyir ki, bu sorğunun nəticəsində hansı sətirlər gizlənər, yəni görsənməz. Biz görəcəyik 2, 6, 7-ni. Nəyi görməyəcəyik? 1, 3, 4, 5-i. Yəni cavabımız B variantıdır. Növbəti sualımız 65-ci suala baxırıq. A dəyişəninə 3 qiyməti daxil edilmişdir. Yazırıq bura 3. Blok sxeminin nəticəsini müəyyən edin. Baxaq. S0, I1, F1-dir. 3, deməli, daha doğrusu I1-dir. 1 3-dən kiçikdir. I-ni 1 vahid artıracaq. Oldu 2. F-i vurur I-yə. 1-i vuranda 2 olur 2. S-in üzərinə F gəlir. 0-ın üzərinə 2 gəlir 2. Çıxır şərtə. 2 3-dən kiçikdir. 2-nin üzərinə 1 gəlir, oldu 3. F-i, yəni 2-ni vurur I-yə, yəni 3-ə. 2 vur 3, 6. S-in üzərinə F-i gəlir. S 2 idi, üzərinə 6-nı gəlir, oldu 8.
Çıxır yuxarı. İ'ni 3 tapmışıq. 3 üstdən kiçikdir? Yox. Yox tərəfində S ilə F-i cəmləməyimizi istəyir. 8 ilə 6-nın cəmi bizə verəcək 14. Deməli, cavabımız oldu 14. D variantı. 65-in cavabı D variantıdır. 66-cı suala baxaq. Burada cümləni bitişi yazıbdır. A, B, C, D 8'lik say sistemində 4 rəqəmli ədəddir. Belə bir şərtdə veribdir və aşağıdakı mülahizələrə görə A, B, C, D ədədinin 16-lıq say sistemində qarşılığını tapın deyir. A 8'lik say sisteminin ən böyük rəqəmidir. Biz də bilirik ki, 8'lik say sisteminin ən böyük rəqəmi 7'dir. Buraya yazıram 7. C 8'lik say sistemində 5-ci rəqəmdir. 8'lik say sisteminin rəqəmlərini burada yazıram. 0, 1, 2, 3, 4, 5, 6, 7. 5-ci rəqəmi dedirsə, 0-dan başlayıram, sayıram. 1, 2, 3, 4, 5. 5-ci rəqəmim 4-ə düşür. Demək ki, C 4-dür. B sadə rəqəmdir. Baxıram, burada sadə rəqəmlər hansılardır? Sadə rəqəm 1-ə və özünə bölünən rəqəmlərə deyirlər. Yəni ədədlərə deyirlər. 2, daha sonra 3, 5. Bunlar, yəni 7-ni götürmürəm. 7 də sadə rəqəmdir. Amma artıq A 7 olduğuna görə 7-ni götürmədim. Deməli, geridə qaldı 2, 3, 5. Bunların hər biri sadədir. B də bunlardan biri olacaq. Hələ bilmirik hansıdır, qalsın. D 8'lik say sisteminin ən kiçik rəqəmidir. 8'lik say sisteminin ən kiçik rəqəmi 0-dır. D-ni də yazdıq. İndi B-ni baxaq, çox uzatmadan B-ni tapa bilərik. B deməli ya 2, ya 3, ya da 5 olacaq. Və bu şərtə baxıram ki, B A-dan kiçik, amma C-dən böyükdür. Yəni 2 və 3 ola bilməz. Çünki C 4-də axı. Deməli, onda B olacaq 5. İndi bu rəqəmləri yanaşı yazaraq ABCD ədədini düzəldirəm. ABCD ədədi belə olacaq. 7, 5, 4, 0. 8'lik say sisteminin ədədi düzəldi. Bu ədədi 16'lıq say sisteminə çevirməyimizi istəyir. Bunu digər hissədə yazacağım boş bir yerdə. Biz bilirik ki, 8'lik say sistemindəki ədədi birbaşa 16'lığa çevirə bilmərik. Bunun üçün onu əvvəl 2'lik say sisteminə çevirmək lazımdır. Aha. 2'lik say sisteminə çevirəndə 8'lik say sisteminin hər bir rəqəmi 2'lik say sistemində 300 göstərilir. Biz bunu keçmişdik, burada qısaca göstərelim. Burada 4-2-1 qaydasından istifadə edirdik. Hər birini 4-2-1 qaydası ilə çevirəcəyik 2'lik say sisteminə. Burada 7'ni ayırmaq üçün 4-2-1-dən hansıların cəmi lazımdır? Yəni, nələri cəmləsəm 7 verir? Həm 4, həm 2, həm də 1. Deməli, hər biri mənə lazımdır. Lazımdırsa hər birinin altından 1 yazıram. Sonra 5. 5'i almaq üçün 4-2-1-dən nələri cəmləməliyəm? 4'ü və 1'i. 2 mənə lazım deyil, ora 0 yazıram. 4'ü almaq üçün mənə nələrin cəmi lazımdır? Sadəcə 4 lazımdır. 2 və 1 mənə lazım deyil. 0'ı almaq üçün bunların heç biri mənə lazım deyil. İndi ədədimiz tapıldı artıq. Ədədimiz belə oldu. 1, 1, 1, 1, 0, 1, 1, 0, 0, 0, 0, 0. Bu da oldu 2'lik say sistemindəki ədədimiz. Bunu 16'lığa çevirmək üçün sondan başlayaraq bunu 4-4 ayırıram. 4-4 ayırdıq. Və başlayırıq 8-4-2-1 qaydasından. 8-4-2-1. Hər birində 8-4-2-1 yazırıq. Birlərin üzərində nə varsa cəmləyirik. Birlərin üzərində, burada hamısı 1'dir. Deməli, hamısını cəmləyirik. 8, 4, 2, 1. Bu bizə verəcək 15. 15 də 16 say sistemində F-ə bərabərdir. Burada da yazırıq 8, 4, 2, 1. Birlərin üzərində 4 var, 2 var. 4 ilə 2'nin cəmi 6 verir. 8, 4, 2, 1 hamısı 0 olduğuna görə deməli heç bir şeyi cəmləməyəcəm. Yəni elə 0 olaraq götürəcəm. 16'lıq say sistemimizdəki ədədimiz F6, 0. Yəni cavabımız C variantıdır. 67-ci suala baxırıq. Verilmiş cədvəl fraqmentində C1 xanasında yazılmış düsturu C1, D3 diapazondakı xanalara köçürüldü. Bunu köçürək. Əvvəl digər tərəfə, yəni sağ tərəfdəki D sütununa köçürdəcəm. Biz bilirik ki, mütləq işarəsi nə harda varsa, o dəyişməzdir. C1-dən D1-ə köçürürəmsə,
1, 1. Sətir dəyişmir. Amma C-dən D-yə sütun bir vahid sağa getdiyi üçün, deməli düsturumdakı sütunlar da, yəni hərflər də bir vahid dəyişəcək. Bu olacaq, deməli C 1. Mütləq işarəsini də yazmıram, onsuz da dəyişməyəcək. Üstə gəlsin. A dəyişməyəcək çünki mütləq işarəsi var. A 1 dəyişməyəcək çünki sətir daxilində dəyişiklik oldu. İndi bu düsturu C1-dən mən D2-yə köçürdürəm. Yəni bu hissəyi aşağıya köçürdürəm. Burada həm sütun dəyişikliyi olur, həm də sətir dəyişikliyi olur. Olacaq burada C1 dəyişmir mütləq işarəsinə görə. A da dəyişmir, bu da olacaq 2. A2. İndi mən bu düsturu D3 xanasına köçürdürəm. D3. Sütun bir vahid sağa gedir. Yəni bir hərf bir vahid dəyişəcək. Amma sətir 2 vahid artacaq. Onda olacaq burada C 1 dəyişilmir, A dəyişmir. Bu olacaq 1 olacaq 3. İndi mənə nə lazımdır? Buradakı D4'ü tapmaq. D4'də isə D1-dən D3'ə, yəni bunların cəmini istəyir bizdən. Sam cəm deməkdir, cəm funksiyasıdır. C1'in üzərinə gəlirəm A1. C1'imizi tapaq. B1 ilə A1'in cəmidir. B1 1'dir, A1 də deməli B1 daha doğrusu 2-də A1'imiz 1'dir. Bu bizə verəcək 3. Deməli C1'imiz 3'dür. 3'ün üzərinə gəlirəm A1'i. 3 üzrə 1 oldu 4. C1'in üzərinə gəlirəm A2'ni. Yəni 3'ün üzərinə gəlirəm 5'i. Oldu 8. C1'in yəni 3'ün üzərinə gəlirəm A3'ü. 3'ü oldu 6. 4, 8, 6 cəmi bizə verəcək 18. Deməli bu 67-ci sualımızın cavabı olacaq 18. Yəni D variantı. 68-ci suala baxaq. Verilmiş HTML fragmentinə əsasən doğru fikri seçin. Birincisi teqə baxırıq. A teqinin içərisində baxın, bu A teqi istinadları göstərmək üçün istifadə olunur. Bura href yazılıbdır. Href atributdur. Hara istinad olunursa hrefə mənimsədilir. Daha sonra ən sonda A teqi burada bağlanılıbdır. A teqi açıldı və bağlandı. Bu A teqinin arasında yazılan isə istinad göstəricisi sayılır. Deməli buradakı göstərici img ilə yazılıb. Yəni bir təsvirdir. Yəni bir qrafik bir informasiyadır. Qrafik bir fayldır. Deməli göstəricimiz budur, şəkildir. Bu şəklin üzərinə çıqqıldatdıqda hrefdə mənimsədilənə keçid ediləcək. Yəni bura keçid ediləcək. İndi baxaq hansı cavabımız doğrudur. A variantına baxırıq. İstinad göstəricisi internetdə qrafik fayl. Baxaq, göstərici bəli budur. İnternetdə deyil, doğruda da internetdədir. Çünki burada protokol yazılıbdır. Protokol görürsə, demək bu internetdə olan özdə qrafik bir fayldır. Qrafik bir fayldır. İstinad isə internetdə olan web səhifədir. Baxaq, istinad bura keçid edir hrefdəkinə. Bəli, bu da istinad internetdə olan bir HTML bir səhifəyə keçid edilir. Hansısa bir web səhifəyə keçid edilir. Elə A variantı doğrudur. Cavab A variantıdır. Digərlərinə baxmağa ehtiyac yoxdur. 69-cu suala baxırıq. Belə bir fayl verilibdir. Faylın tam adı aşağıdakı kimidir. Yəni bu formadadır və deyir ki, faylın yerləşdiyi qovluq. Baxın, fayl zümür.jpg-dir. Bu fayl yerləşir desktop qovluğunun içərisində. Deyir bu qovluğun daxilində yeni qovluğu yaradıldı. Yəni ad olaraq yeni qovluq yaradıldı. Yəni desktop qovluğunun içində deməli yeni qovluq yaradılıbdır və fayl həmin qovluğa köçürülübdür. Yəni burada bir dənə bu qovluğun içində bir dənə yeni adlı qovluq yaradılıbdır və bu zümür.jpg faylı bu yeni qovluğun içərisinə köçürülübdür. Onda ardıcılıq bu cür olacaq. C diski, users qovluğu, rehim qovluğu, desktop qovluğu, yeni qovluğu və zümür.jpg faylı. Faylın köçürüldüyü qovluğun yolunu istəyir. Fayl köçürülüb yeni qovluğuna. Bu qovluğun yolu, qovluq harada yerləşirsə odur. Yəni qovluğun özü yox. Qovluğun yerləşdiyi yer. O da C diski, users qovluğu, rehim qovluğu, desktop. Baxın uşaqlar. Faylın köçürüldüyü qovluğun yolu deyirsə, fayl köçürülüb yeni qovluğuna. Bu qovluğun yolu qovluğun özü olmayacaq orada. Yol deyiləndə
Sadəcə yolu deyirsə, qovluğun özünü götürməyəcəyik. Həmin qovluğun yerləşdiyi yeri götürəcəyik. Yəni sadəcə bu hissəni götürürük. Bu isə verilibdir D variantında. 69-cu sualın cavabı D variantıdır. 70-ci sual. Müəyyən bir standartda kodlaşdırılmış qrafik fayl SMIC standartına keçirildikdə həcm 10 KB artdı. Daha sonra fayl 75% sıxıldı. Sıxıldıqdan sonra faylın həcmi 15 KB azaldı. Fayl ilk kodlaşdırıldığı standartın rəng dərinliyini müəyyən edin. Əvvəlki rəng dərinliyini bilmirik. Növbəti çevriləndən sonra SMIC-ə çevrilibdir. Yəni burada SMIC-də isə bilirik ki, deməli 32 bitə bərabərdir. Bir rəng dərinliyi 32 bitdir. Yəni M1-imiz bilmirik nədir? Bilmirik nədir? Növbəti halda çevrilib olub da 32 bit. Bu çevriləndə həcm 10 KB artıbdır. Daha sonra fayl artandan sonra fayl 75% sıxılıb. Sıxıldıqdan sonra faylın həcmi 15 KB azalıb. 75% sıxılıb, orada 25% qalıb. 75% sıxılanda 15 KB azalıb. Baxın, mən burada belə bir tənasüb yaza bilərəm. 75% sıxılanda həcm 75% sıxılma özünü göstərir 15 KB kimi. Yəni 75% sıxılanda fayl azalanda 15 KB həcmdən azalıbdır. Onda mən 75%-in qarşısına 15 KB yazıram. Görəsən 100% nəticə nə qədər olub bəs? Bura bilmirik. V-ni yazıram. İlkin həcmi yazdım yəni. İndi V-ni tapmaq üçün V-ni tapmaq üçün deməli 100-ü vururuq 15 KB bölürük 75%-ə. Burada deməli ixtisarımızı aparsaq 15-lə bu eləyəcək 5 25 5 doğrudur. Burada ixtisar aparsaq eləyəcək 20. Deməli onda 20 KB-dır. 20 KB nədir? SMIC-dəki həcm 20 KB-dır. Belə deyək də, M1-dəki həcmimizi bilmirik nə qədərdir. SMIC-ə keçəndə deyir 10 KB artıb. SMIC-də 32 bitdir. 10 KB olub 20 KB. 10 KB daha doğrusu artıb olub 20 KB. Onda əvvəlki 10 KB imiş də. İndi biz buradan M1-i tapa bilərik. Tənasübə görə M1-i tapsaq 32 biti vururuq 10 KB-a bölürük 20 KB-a. Kilobaytlar ixtisar gedir. 10 ilə 20 ixtisar gedir. 2 ilə 32 ixtisar gedir. Burada qalır 16. Deməli M1-imiz bərabər oldu 16 bitə. Demək ki, faylın ilk kodlaşdırıldığı standartın rəng dərinliyi bizdən sadəcə rəng dərinliyini soruşur, elə 16-dır cavabımız. Əgər ki bizdən rənglərin yaxud rəng çalarlarının sayı desəydi, o zaman 216 götürərdik. Yəni cavabımız A variantıdır burada. Növbəti sualımız blok sxem veribdir, yəni alqoritm veribdir. Klaviaturadan 314.367 ədədi daxil edildikdə nəticəni müəyyən edin deyir. Baxaq. Aha, deməli A-nı 10 mənimsədik. Ədədimizi bir dənə bura yazaq. Ədədimiz 314.367. Ədədimiz budur. A-ya 10 mənimsədilib, S-ə 0 mənimsədilib. N 0-dan böyükdür. Hə. Faiz 10 son rəqəmi verəcək bizə. Ümumiyyətlə faiz 10 son qalıq, faiz qalığı tapır. Faiz 10-u avtomatik bilək ki, bu 10-a bölündə ədədin onluq sayəsindəki ədədin son rəqəmidir. 7. Ədədi 10-a böləndə son rəqəmini itirəcək. Yəni burada alınacaq 31.436. K A-dan kiçikdir. A-mız 10-dur. K-da 7-dir. 7 ondan kiçikdir. Hə. S-in üzərinə K-nı gəlir. Yəni 7-ni gəlir. A-nı A-ya K-nın qiymətini mənimsədir. Yəni A artıq oldu 7. Çıxır yuxarı yenə. N 0-dan böyükdür. Hə. Baxın 0-dan böyükdür. Yenə son rəqəmini tapır. Böləndə 6 alır. Və ədədi 10-a bölərək 3143 ədədini alır. Şərtə baxırıq. K A-dan kiçikdir.
K 6'dır, A isə 7'dir. Baxırıq ki, 6 7-dən kiçikdir. Hə. S-in üzərinə, yəni 7-nin üzərinə K-nı gəlir. Oldu 13. A-ya da K-nın qiymətini mənimsədir. Olur 6. Çıxırıq yuxarı. N-imiz 0-dan böyükdür. Hə. Deməli, ədədə bölərək son rəqəmimiz 3 alırıq. 314 qalır burada da. K 3'dür. 3 A-dan kiçikdirmi? 3 6-dan kiçikdir. Hə. Deməli, əslində burada bir məntiqi tapa bilirik artıq. Yəni, hər alınan son rəqəm əvvəlkindən kiçik olduqca onları cəmləyir. Məntiq sadəcə budur. Sadəcə davam eləyək yenə. Deməli, şərt doğru olduğu üçün S-in üzərinə, yəni 13-ün üzərinə 3'ü gəlir. Oldu 16. A-nın qiymətinə K-nın qiymətini mənimsədir. Yəni, A-ya K-nın qiymətini mənimsədir. A da olacaq 3. Çıxırıq yuxarı. Şərtimiz doğru olduğu üçün yenə ədədi bölür 10-a. 314-ü 10-a böləndə sondakı 4 alınacaq. Burada 31 qalacaq. K 4'dür. 4 A-dan, yəni 3-dən kiçikdir? Yox. Deməli, heç bir şey etmədən yenə yuxarı çıxır. Yəni, yenə bax, məntiqi yenə deyirəm. Ədədin rəqəmləri getdikcə kiçik olanları cəmləyir. Yəni, 7, sonra 6 gəlir, sonra 3 gəlir. Baxın, kiçildikcə cəmləyir. Amma 4 burada böyük olduğu üçün 3-dən sonra gəlir böyük ədəd. Bunu istifadə eləmədi. Növbəti 1 gəlir. Bunu da istifadə edəcək. Amma 3'ü yox. Baxaq, yoxlayaq bunu biraz tez. Deməli, burada şərt doğru olduğu üçün bölür yenə 1'i tapır. Burada 3 qalır. K A-dan kiçikdirmi? K 1'dir, A da 3'dür. Bəli, 1 3-dən kiçikdir. Ona görə də S-in üzərinə K-nı gəlir, yəni 1'i gəlir, 17. A-ya da K-nın qiymətini mənimsədir, oldu 1 və çıxır yuxarı. Ədədimiz yenə 0-dan böyükdür, bəli, 3 tapmışdıq ən son. 3'ü 10-a böləndə 3 qalacaq. 3'ü 10-a böləndə tam hissədə 0 olacaq. Deməli, K-ya 3 tapmışdıq. 3 1-dən kiçikdir, yox. Yox tərəfində heç bir şey etməyib. Yuxarı çıxır. Şərt doğru olmadığı üçün S-i, yəni yox tərəfinə gedir. S-i çıxışa verməyimizi istəyir. S isə 17'dir. Cavabımız Y variantı. Deməli, uşaqlar, məntiqi anlayanda bu qədər uzatmamalıyıq əslində. Sadəcə yenə axıra qədər yazdım, amma məntiqimiz azalan, yəni sondan əvvələ doğru rəqəmlər kiçik olduqca həmin rəqəmləri cəmləyib. Cavabımız oldu Y variantı. 72-ci suala baxırıq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada Sara sözü veribdir sətr tipində. List olanda həmin sətrin simvollarını ayrı-ayrı, yəni yazaraq onu siyahı tipinə çevirir. Yəni list sətri siyahıya çevirmək üçündür. Sonra şərt verir. B dəyişənində count, yəni say A-nı. Yəni A dəyişəninin qiymətini. A-da burada Sara yazılıbdır. B dəyişəninin içində hərflər var. Burada Sara sözü heç yoxdur. Yəni şərtimiz doğru olmadığı üçün bura girmir, əks halda düşürük. Əks halda da deyir ki, B dəyişənində -1-ci indeksdə duranı sil. Biz mənfini bilirik ki, sondan başında -1 gəlir. Yəni burada -1, -2 bu cür gedir. -1-ci indeksə duranı sil deyir, A-nı silir. Geridə nə qaldı? B-ni çıxışa verməyimizi istəyir. S, A, R qaldı. Yəni cavabımız oldu 72-də B variantı. Növbəti sualımız 73-cü sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A dəyişəninə belə bir söz mənimsədilib. Replace. Biz bilirik ki, replace bütün i-ləri i ilə əvəz edəcək. Yəni ilk rast gəldiyimiz deyil. Replace hamısını dəyişir. Burada bir dənə i var, həmin i-ni i hərfinə çevirəcək. Üçüncü sətirdə yenə replace. Bu dəfə də i-ları i edir. Yəni bütün i-ları i hərfinə çevirəcək. Bu olacaq i. Sonra print A, A-nı çıxışa vermək istəyir. Burada cavabımız olacaq 73-də A variantı. 74-cü sual düzgün IP ünvanı istəyir. IP ünvanları 4 onluq ədəddən ibarətdir ki, hansı ki bu ədədlər bir-birinə nöqtə ilə ayrılır və həmin ədədlər 0-dan 255-ə qədər yazıla bilər. Baxın, hər biri 0-dan 255-ə qədər ola bilər. İndi baxıram cavablardan. Yəni bunları elə birləşdirməliyəm ki, bu verdiyim şərti ödəsin. Məsələn, A variantında D-dən sonra C gəlir. D 10-dur. Məsələn, burada yazıram 10, nöqtə, 2. Arxasınca C-ni deyir yaz. Mən bura C-ni yazanda burada 258 alınır. Axı şərtimizdə deyir 255-də
maksimum 255 ola bilər. Deməli, D-dən sonra C gələ bilməz. Baxın, D-dən sonra C gələ bilməz. Qaldı C ilə D variantı. İndi C-yə baxıram. D-dən sonra A, yəni 10.2-dən sonra 27 yazılıb. 2, 27, 227 oldu. Sonra deməli, burada C gəlir. Nöqtədən sonra C 58 gəlir. C-dən də sonra B gəlir, yəni nöqtə 136. Və bu şərt ödəyir də. Yəni yanaşı yazsanız, burada verilənin heç bir yəni ədədə aşmır. Cavabımız olur C variantı. Növbəti sualımız 75-ci sual say sisteminə aid olan bir sualdır. İfadəsinin 16-lıq say sistemində qarşılığını tapın. Ədədi yazırıq belə. 32-ni yazırıq 2 üstü 5 üstü 2. Üstə gəl. 2 üstü 4 üstü 3. Çıx 2 üstü 3 üstü 4. Sadələşdirək biraz daha. 2 üstü 5 2 dəfə 5 10. Üstə gəl. 2 üstü 3 dəfə 4 12. Çıxılsın. 2 üstü 3 dəfə 4 12. Baxıram, burada 2 üstü 12-lər ixtisar gedir. Burada qalır 2 üstü 10. Yəni bir dənə qaldı bu. Bizdə deyir 16-lıq say sistemində. Mən bunu ikili say sistemində də yazılıb 4-4 ayırıb 16-lığa çevirə bilərəm. Yaxud da 2 üstü 4 kimi də yaza bilərəm. Məsələn, ikili say sisteminə çevirsək, biz bilirik ki, bu ədədi ikiliyə çevirmək rahatdır. Yəni 1 yazırıq, arxasınca da üstündəki qədər 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İkili say sistemimizdəki ədədimizi yazdıq. Daha sonra bunu nə edirik? 4, 4, 16-lıq say sisteminə çevirmək üçün 4, 4 ayırırıq. Burada 4-lük tamamlansın deyə önünə bir dənə 0 artırıram. Sonra 8, 4, 2, 1 qaydası ilə bunu çeviririm 16-lıq say sisteminə. Bunların hamısı onsuz da 0-dır. Deməli, mən bura 0 yazacağım. Burada 1-in üzərində 4 var, 1-in üzərindəki 4. Yəni, başqa da bir 1 yoxdur deyə elə bir dənə 4-ü yazıram bura. Cavabımız oldu 4, 0, 0. Yəni 75-ci sualın cavabı C variantıdır. 76-cı suala baxaq. Python dilində bir proqram veribdir və hesablayaq. X-a 5 mənimsədilib Y-ə 3. Belə bir misallarda hər if gördükcə yeni bir şərt görürük. Bu ifin heç bir elsi yoxdur. Yəni əks halda tərəfi, yaxud elif tərəfi yoxdur. Burada da ikinci ifdə də eyni qayda. Amma üçüncü yazılan if strukturunun elsi, yəni əks haldası verilibdir. Belə baxıram. Deməli, birinci şərtə baxaq. X, Y-in asili 3 dəfə 5, 15 edir. Şərt doğrudur? Bəli. Deməli, buradan içəri girəcək. Ekrana çıxardacaq. X-in qiymətinin üzərinə 3 gəlir. 5-in üstünə 3 gələrək 8-i ekrana çıxaracaq. Yəni, ekrana çıxartmağımızı istəyir. X-in qiymətini 3 vahid artıraraq. End sonuna deməkdir, boşluğu artıracaq. Və end gördükcə növbəti print onun yanından, yəni sonundan yazılacaq. Belə deyək, alt-alta yazılmayacaq. Onsuz da burada variantlarda alt-alta yoxdur. İkinci if, x böyükdür 7-dən. Bəli, x-imiz 5-dir. Baxın uşaqlar, burada durub 8-i, daha doğrusu bəli nədir? Xeyr. Yəni x-imiz 5-dir, şərt ödəmir. Burada bir dənə problem var ki, problem deyil əslində, sadəcə bəzi uşaqlar burada səhv edir. X-in qiyməti burada dəyişməyib. Götürüb x-i 8 olaraq fikirləşib, 8 böyük 7 düşünməyin uşaqlar. Burada x bərabər x üstə gəl 3 yazılmayıb ki, yəni x-a yeni qiymət mənimsədilməyib axı. Yəni belə bir şey yazılmayıb. Ekrana çıxarılması, yəni cavab olaraq çap olunmasını istəyibdi, x-in 3 vahid artıraraq. Burada x-a mənimsədilməyibdir deyə, x-in qiyməti yenə elə 5 olaraq qalıb. X 5 7-dən böyükdür? Yox. Deməli, onu da bura düşməyəcək. Yeni ifə baxırıq. Y-in qiyməti 3-dür. 3 5-dən böyükdür? Yox. O zaman elsə düşür. Burada da ekrana çıxartmağımızı istəyir. 2 vurulsun Y. Yəni 2 vur 3 6. Və son. Onsuz bir başqa bir print yoxdur, baxmırıq. Deməli 8 ekrana çıxardı. 8-dən sonra boşluq var idi, bir də 6-nı çıxartdı. Cavabımız oldu 76-cı sualda A variantı. 77-ci suala baxırıq. Yenə bir Python məsələsi. A siyahısı verib. For in range 0-dan len açıq 2. Leni sayaq. Len bilirsiniz ki, verilən A dəyişənində
elementləri sayacaq. A1 siyahıdır. Buradakı elementləri sayır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 oldu. 8-dən 2 çıxırıq 6 verir bura bizə. Deməli onda i-nin qiymətləri olacaq 0, 1, 2, 3, 4, 5. Əgər deyir i-nin qiyməti cütdürsə, yəni 2-yə bölünəndə alınan qalıq 0-dırsa, o zaman A-da i-nci indeksdə duranı dəyişəcək yeni bir qiymətlə. Bu da bizə ödəyəcək 0-da. Baxaq, 0-ın deməli, bu şərt ödədiyi üçün A-da 0-cı indeksdə duran 5-dir. 5-i yeni qiymətə mənimsədəcək. A-da 0-cı indeksdə duranla, yəni i-nci indeks i 0-dır da elə. 0-cı indeksdə duranla 0-cı indeksdə duranı cəmləməyimizi istəyir. 5 ilə 5-in cəmi bu bizə verəcək 10. Burada artıq 10 yazırıq. Artıq burada 5 deyil. 10 oldu. İndi növbəti addımda 1 bu şərti ödəməyəcək. 2 bu şərti ödəyəcək. Baxın, 2 bu şərti ödəyəcək. Deməli onda belə yazır. A-da ikinci indeksdə duranı bərabər eləyir. Yəni 3-ü bərabər eləyəcək yeni qiymət. İkinci indeksdə duranın üzərinə gələcək 0-cı indeksdə duranı. İkinci indeksdə 3 durur. 0-cı indeksdə artıq 10 durur. 3 ilə 10-un cəmi də bizə verəcək 13. Deməli bu olacaq 13. Növbəti, buradakı 3 şərti ödəməyəcək, 4 ödəyəcək. Deməli i-də, yəni 4-cü indeksdə duran 0, 1, 2, 3, 4. Növbəti 3-dür. Baxın 4-cü indeksdə budur. Bunu yeni qiymətə mənimsədirik. Bunu yeni qiymətə mənimsədib, deməli 4-cü indeksdə duran ilə başda olan, yəni 0-cı indeksdə duranı cəmləyəcək. 4-cü indeksdə durur 3. 3-ün üzərinə gəlirik 10, bu da eləyəcək 13. Bitdi artıq. Print A-nı çıxışa verməyimizi istəyir. 10, 1, 13, 6, 13, 7, 4, 8. Cavabımız oldu D variantı. 77-ci sualın cavabı D. 78-ci suala baxırıq. Uyğunluğu seçək. Printerin növləri şırnaqlı, lazerli və matrisli idi. Burada şırnaqlı və lazerlini veribdir. Yəni 1B ilə C. 2-də isə skaynerin növləri, bu da 3 cür idi. Görüntü skayneri, magnetik skayner və ştrix kod. Burada magnetik deyil, magnitli yazıbdır. Yenə də bu skaynera aiddir. Magnetik və ştrix kod skayneri. Yəni burada D. Ştrix kod skayneri. Yəni oldu 1-ə, oldu A ilə, 1-ə oldu B ilə C, 2 isə oldu A ilə D. 1B, C, 2 A ilə D. Yəni cavabımız 78-də cavab B variantı. 79-cu sualın nəticəsini istəyir bizdən. Proqrama başlayırıq buradan. K-da birinci, deməli, bir parametrindən K funksiyanın hesablamamızı istəyir. K funksiyası 1-də x-in yerinə 1 yazıram. Yeni x tapmamızı istəyir. Yəni D-də 1 yazaraq bunu davam elətdiririk. Yeni D funksiyası yarandı ki, D-də aşağıda verilibdir. D1-i hesablayaq görək nə verəcək bizə. A-nın qiyməti 1, 1-in üzərinə gəlirik 3 vur 2-ni, yəni 6-nı. Bu da bizə verir 7. Returnda isə A-nın qiyməti, yəni 7-nin 2 qatını çıxardır, yəni 14. Deməli, D1 funksiyasının qiyməti qaytarıldı 14. Bura oldu 14. X-ımız artıq 14-dür. Yəni, mən burada X-a 14 yazıram. Növbəti D14-ü hesablamalıyam indi. Görək D14 bizə nə verir? A üstəgəl, yəni 14 üstəgəl 3 vur 2, 6. 14-ün üstünə 6 gəlirik 20. Returnda isə deməli, qaytarır bizə bu A-nın 2 qatını, yəni 40-ı. Deməli, onda bu da olacaq. D14-ün cavabı oldu 40. Return aldığı bu sonuncu x nə idisə 40 almışıq da onun 3 qatını qaytarır. Yəni 40 vurulsun 3 oldu 120. Cavabımız 120. B variantı. Növbəti 80-ci suala baxırıq. D5 xanasına yazılmış düsturu hansı xanaya köçürülə bilməz? Biz hansı xanaya köçürülə bilməz deyəndə köçürəndə fikir verək ki, məsəl üçün D5-dən C2-yə köçürməliyim.
Sütun üzrə dəyişiklik necə gedirsə, buradakılar da elə getməlidir. Yəni itməməlidir də, belə A-dan əvvəlkinə gəlib çıxmamalıdır. Yaxud da 5-dən 2-yə baxıram. 3 vahid azaldı. Elə 5-dən 2-yə 3 vahid azalırsa, bu onsuz da dəyişməyəcək. Amma bu 3 vahid azalanda 1 olacaq da. 3 çıxanda 1 qalır, 4-dən 3 çıxanda. Yəni burada bir problem görmürük. İndi B variantına baxaq. Bu düsturu D5-dən Y1-ə köçürəndə D-dən Y-yə növbəti, yəni sütuna keçid eləyir. Burada bir problem yoxdur. Amma 5-dən 1-ə düşəndə sətir 4 vahid azalır. İndi mən onda buradakılarda sətirlərə elə baxmalıyam. Bu onsuz yenə deyirəm dəyişmir. Çünki burada mütləq işarəsi var. Amma buradakı sətir 4 vahid azalanda bu olacaq mütləq C0. C0 deyə xana var ki, axı sətirlər 1-dən başlayır. Doğru olmadığı üçün yenə Y1 xanasına köçürülə bilməz. Cavabımız B variantıdır. Növbəti 81-ci suala baxırıq. Verilmiş proqramın alternativini bizdən soruşur. Burada baxaq proqramda nə istəyir? I-nin qiymətini 1 veribdir bizə. Verilən hər hansı bir n ədədi daxil edilir. I n-dən kiçik olana qədər i-ni əvvəl 1 vahid artırır, sonra i-ni çıxışa verir. Deməli, n olanda da n-i 1 vahid artıracaq, növbəti n neçədirsə. Həmin n plus 1-i çıxışa verəcək. İndi baxaq variantlara. Deməli, A variantında 1-dən n plus 1-ə qədər. Printdə 1-i çıxardacaq. Amma burada baxıram ki, 2-ni çıxışa verir. Deməli, bu deyil. Range-də 1-dən başlamamalıdır. Bu da deyil. Onda cavabımız elə bir dənə C variantı qaldı. 81-ci sualda C variantıdır. Baxın, bir də baxaq. Burada 1-i çıxışa 2-ni çıxışa verəcək. I-nin iç qiyməti 2-ni çıxışa verir. Sonra 2-ni 1 vahid artıracaq. 3-dür, 4-dür, 5 hamısını çıxışa verir. Burada bilirsiniz ki, n-in qiyməti nədirsə, sonuncunu burada çıxışa vermir. Elə bil ki, 2-dən başlayıb n plus 1-ə qədər hamısını çıxışa verəcək. Yəni, buradakı verilən şərtlə doğru gəlir də. Ona görə cavabımız C variantıdır. 82-ci suala baxaq. Bir yarış var. Burada da 6 nəfər iştirak eləyir. İstəyirsiniz şaquldə çəkə bilərsiniz, istəyirsiniz üfüqü də çəkə bilərsiniz. Məsələn, mən belə çəkirəm. Biraz yuxarıdan çəkək. Bunu belə çəkirəm və burada birinci yer belə, ikinci yer, üçüncü yer, dördüncü, beşinci, altıncı yer. Bu cür düşünürəm. İndi deyir, Cahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. Cahid onda finala yaxın 4-cü yerdə kim qaçırsa onu keçibdir. Onda Cahid bu tərəflərin birindədir. Cahid buraların birindədir. Yəni burada Cahid olmayacaq artıq. Cahid bu tərəflərdədir. Rövşən finişə Nurullahdan sonra Cahiddən əvvəl çatıb. Onda bu ardıcılığı yazsa, Rövşən finişə Nurullahdan sonra çatıbdır. Cahiddən də əvvəl çatıbdır. Ardıcılığı bu cür götürürəm əvvəl. Yəni, kənar bir yerdə yazıram. Yusif ilkini keçə bilmədi. Onda ilkin, sonra Yusif gəlib. Yəni, finişi bu cür baxsam, ilkin finişə daha yaxındır. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Nurullahı mən burada yazmışamsa, bundan sonra 4 nəfər yarışı bitirib. Yəni, onda i ilə y-nı, yəni bu ilkin ilə Yusifi də bunun ardına yazsam, belə, 6 nəfərdən. Kim qaldı burada mənim yazmadığım? Bir dənə Xalid qalıbdır. Xalidi də ən başa yazsaq, verilən şərtlərə təzədən baxıram ki, Cahid finala yaxın 4-cü yerdə qaçanı keçib. Rövşən finişə qaçanı keçdi. Yusif ilkini keçə bilmədi. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Elə uyğun gələn bir dənə budur, Xalid. Cavabımız oldu, Xalid yarışı neçənci yerdə bitirdi? 1-ci. 82-ci sualın cavabı Y variantıdır. 83-cü suala baxaq indi. Burada belə bir diapazon veribdir və yazılmış fikirlərdən hansılar doğrudur deyir. Sətir və sütun sayını istəyir bizdən. Sütunları saysaq A, B, C. 3 dənə sütun var. Deməli, bu diapazonda 3 sütun var. 2 doğrudur. Sətirləri saysaq, 5-dən çıxıram 1, üstə gəlirəm 1-i. Bu da bizə verir 5. Deməli, sətirlərin sayı da 5-dir. Baxaq,
5 sətr var. Xananın sayını sayanda 3'ü vururuq 5'ə. 3 dəfə 5, 15. Deməli 15 dənə xana var. Bunun cavabı oldu 1, 2, 5. 84-cü suala baxırıq. Qraf nümunəsi üzrə qonşuluq matrisində sıfırların sayını istəyir. Təpələri sayaq. 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə təpə var. 9-un kvadratı 81. 81 dənə xana olacaq. İndi tilləri sayaq. Və görürük ki, burada istiqamət yoxdur. Yəni, gediş varsa qayıdış da var. Onda deməli, tillərin sayını 2-yə vuracam. Yəni, 2 dənə yerdə 1 yazılıb. Həm gedəndə, yəni məsələn, A-dan B-yə həm 1 yazılıb, həm də B-dən A-ya 1 yazılıbdır. Onda deməli, bunları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə til varsa 16-nı vururam 2-yə. 32 dənə 1 deməkdir burada. Bizdən də istəyir nəyi? Deməli, sıfırların sayını. 81 xanadan 32-sində 1 varsa neçəsində 0 var? Deyəcək 49. Deməli, 49 dənə xanada 0 var. Cavabımız 49. 85-ci suala baxırıq. HTML fraqmentinə əsasən düzgün fikirlər istəyir bizdən. Baxıram, burada nələr var? 2 dənə siyahı verilibdir. Biri ul, yəni ul nişanlanmış deməkdir. Bir dənə də ol siyahısı var, yəni 2 dənə siyahı var. Biri ul, biri də ol. Nişanlanmış budur, unordered. Bu isə nizamlanmışdır. Ordered list, nizamlanmış. İndi baxaq, nizamlanmış siyahının, yəni bunun ikinci elementi qırmızı ilə yazılıbdır. İkinci elementi qırmızı. Bu doğrudur. İşarələnmiş siyahının işarələnmiş uluydu. Birinci elementi eyni enlidir. Eyni enli t teginin içində yazılır. Düzdür, deyim proqramda bu bizə verilməyibdir. Deməli, birinci elementi 1'dir. Amma bu t teginin içində yazılmayıbdır. Deməli, bu səhvdir. Nizamlanmış siyahının, yəni burada yazılan birinci elementi kursiv yazılıb. Kursiv i ilə yazılmalıydı. Deməli, bu doğru deyil. İşarələnmiş siyahının birinci elementi qalın yazılıb. Birinci element, bəli, bu teginin içində yazılıb qalındır. Bu doğrudur. Nizamlanmış siyahının elementləri 3 və 4'dür. Nizamlanmış siyahının elementləri biri 3'dür, bir də 4 yazılır orada. Bəli, doğrudur. Deməli, cavabımız oldu 1, 4, 5. Növbəti sualımıza baxaq. 86-cı sualda belə bir deməli sorğu verilib. Hər üçünün əndinə baxıram, ABC-nin, yəni kəsişməsində var. 10 yazılıb. Onda deməli mən bunları iç-içə göstərəcəm. A, B, C. Belə yazıram. Növbəti deyir ki, A and B and C 10'dur. Yəni bu kiçik hissə hər üçünün kəsişdiyi 10'dur. Hər üçünü tək-təkdə verib bizə. A and B 30'dur. A and B bu hissədir. Bu hissəni 30 verib. Onu bura düşürsə, onda bu kiçik hissəyə qaldı 20. 20 yazıram bura. A and C-yə 20 veribdir. A and C bu hissədir. 20'dir. Onu bura düşübsə, yerdə qalan 10'unu bura yazıram. B and not C deyir. Bunu başqa bir qələmlə göstərək. B olsun and not C. Yəni C hissəsi ümumiyyətlə olmasın. O da baxın bura aiddir. Burada C olmayan tərəf. Sadəcə B-yə aid olan tərəf. Buranı bizə verib 70. 70'in 20'si bu kiçik hissəyə düşüb. Sonra qalan 50'si bura düşübdür. A and deməli hər üçün əndini onsuz bizə vermişdir. Bizə nə istəyir? C and not B and not A. Deməli, yalnız C tərəfini istəyir. Bax, bu aşağıda qalan. Nə orada B olmasın, nə də A olmasın deyir. Not B, not A hissəsi. Yəni, baxın, bu aşağıdakı hissəni bizdən istəyir. Deməli, bunu necə taparıq uşaqlar? Ümumi C-ni bizə veribdir. 120'dir. Ümumi C-dən deməli, çıxaram bu 10'u, bir də qalan bu hissəni. Bu hissəni bilmirik, buranı tapaq. Buranı isə belə tapacağıq. Ümumi B 100'dür. 100'dən 10'u, bu 20'ni və bu 50'ni çıxsam,
Bax, bu kiçik hissəni tapmış olaram. 100-dən çıxıram, bunların cəmi, yəni 10, 20, 50, 80 eləyir. Deməli, 30, 50, 80. 100-dən də 80 çıxanda bura eləyəcək 20. Deməli, bu hissəni biz tapdıq 20. İndi ümumi C-dən, yəni 120-dən 10, bu 10 və bu 20-ni çıxanda, yəni 40-ı çıxsam, qalır 80. Yəni sırf C olan hissəsi 80-dir. Cavabımız oldu 80. 87-ci sualda. Qalın şrift deyir. Qalın D ilə göstər. Ctrl B, yəni D variantı. Mərkəzə düzləndirilmə Ctrl Y, yəni Y variantı. Kəsmə isə Ctrl X, yəni A variantı. 1D, 2Y, 3A. Gəldik 88-ci suala. Blok sxem tərtib etməyimizi istəyir. Başlayaq. Deməli, burada bizə nə verib? Bir uyğunluq tapmağa çalışırıq. Sonuncu hissəyə də hər zaman baxaq uşaqlar. Burada diqqət eləyək. Burada deməli, n-in qiymətini vurur növbəti n üstəgəl 1-ə, bölür n çıx 1-ə. Digər əvvələ baxıram. 3-ü vurur 4-ə, bölür 2-yə. Əvvəlkinə baxsam 1-dir. Məsəl üçün, mən burada belə fikirləşəm ki, 2 vurulsun 3 böl 2 olsaydı, yəni i-nin qiyməti 2 ilə başlasaydım, 2-lər ixtisar gedib burada 3 qalmalıydı. Yəni, deməli, i-nin qiyməti elə 3 ilə başlayıb ki, 3-ü vurub növbəti 4-ə və bölüb 3 çıx 1, yəni 2-yə. Deməli, i-nin qiymətini 3 ilə başlayıram. Çünki yenə deyirəm, əvvəlkini yoxladım ki, i-nin qiyməti 2 ilə alınmır. Və s-in üzərinə gəlibdir bunları. S-in də başdakı qiymətini elə 1 olaraq, yəni bunu sanki s-imiz bu var imiş, bunun üzərinə gələcək hər dəfə. İndi başlayaq blok sxemimizi hazırlayaq. Başlanğıc. N ədədini daxil edirik. Sonra bizə verilənlər yazırıq. Dedik ki, s-imiz 1-ə bərabərdir. I 3-ə bərabərdir. Növbəti i n-ə qədər bu davam eləyəcək. Yəni, i kiçik bərabər n olana qədər bu gedəcək. Şərtimiz doğrudursa, s-in, s bərabər s-in üzərinə gəlirik. Deməli, burada necə yazılıbdır? I vurulsun, i üstəgəl 1, mötərizədə yazıram. Bölünsün i çıx 1. Növbəti, gəldik bura. i-ni bir vahid artırıram. Yəni, burada bizim cəmimizi verir, onsuz. Başqa bir iş görmürük. i-ni sadəcə bir vahid artıracam. i bərabər i üstəgəl 1. Növbətiyə getsin. Yəni, i artıq 4 olacaq. Sonra 4-ü vurur 4 üstəgəl 1 5-ə, bölür 4 çıx 1, yəni 3-ə. Baxırıq ki, 4-ünü də buradakı alınır. Bunu qaldırırıq bu şərtə tərəf və şərt ödənmədiyi halda isə s-i çıxışa verir və son. Bitdi. Belə. 89-cu suala baxırıq. Klaviaturdan daxil edilmiş mətn fraqmentində sözdəki simvollar sayını yan-yana düzərək natural ədəd çap edən proqram qurun. Deməli, məsəl üçün, burada hansısa bir və deyir ki, sözlər boşluq simvolu, durğu işarəsi yoxdur və sözlər boşluq simvolu ilə bir-birindən ayrılır. Yəni, bir cümlə düşünün ki, cümlədə boşluq simvolundan cümlə yazmışam, sonda da nöqtə və s. yoxdur və oradakı sözləri, cümlədəki sözləri ayrı-ayrı yazmalıyam və hər söz neçə simvoldan ibarətdirsə, o simvolların sayını yan-yana düzməliyəm. Yanaşı yazmalıyam. Başlayaq. Deməli, burada yazıram belə. Bir dənə n sətir daxil edirəm. N bərabərdir input. Bu bizə sətir daxil eləyəcək. İçində boşluqlarla ayrılan söz daxil edir. Sonra bu sətri siyahıya çevirmək istəyirəm. Boşluq olan yerdən ayıracam. Ona görə split metodundan istifadə edirəm. Yəni, yazıram, n-ə mənimsədirəm. N nöqtə, split, boşluq.
Boşluğu heç göstərməsəydə olar, yəni belə də yaza bilərik. Daha sonra, məsəl üçün, S-ə mənimsədirəm, boş bir sətr. Sətr tipi mənə lazımdır. Çünki deyir ki, sayılarını yan-yana çap elə. Yəni, mən deməli, burada ədədləri toplasam, sayı toplasam, adi ədəd kimi bu cəm sayılır. Mən yan-yana düzməliyəmsə, onda burada sətr tipi istifadə eləsəm yaxşıdır. Sonra dövrə girirəm. For, in, bu n siyahısına. N siyahısına daxil olsun və hər birini götürüb, yəni i-nin hər bir sözü götürüb saysın, sayını sətr tipinə çevirərək, məsəl üçün yazıram burada, x-a mənimsədirəm, len i hər bir sözü sayacaq. Daha sonra həmin sayı s-in üzərinə gələcək. S üstə gəlinsin. Bu sayı ədədə çevirib, sətrə çevirib gəlməlidir. Str x string tipinə çevirəcək. Bu bir-bir hamısını sayacaq, yanaşı yazacaq və axırda print ekrana çıxartsın s-in qiymətini. Belə. Bir də burada natural ədəd çıxarılsın dediyinə görə əslində burada int s yazmamız daha doğru olar. Yəni ədəd tipində çıxartsın. Növbəti 90-cı suala baxırıq. Klaviaturdan daxil edilmiş ədədlərdən ibarət n elementli siyahının cüt indeksli deməli elementləri ilə tək elementlərin cəmi. Deməli, əvvəl siyahını özümüz yaratmalıyıq. N sayda elementdən ibarət siyahı yaradacağıq. Sonra həmin siyahıda indeksi cüt olanlarla tək elementliləri cəmləyəcəm. Və mötərizədə də deyir ki, cüt indeksli tək elementi bir dəfə cəmlə, yəni dəfələrlə cəmləməli deyilik. Müxtəlif cür yaza bilərik. Məsəl üçün, bir formada yazaq belə. Birincisi, n ədədi daxil edirəm. N bərabərdir int input. Bu ədəd n elementdən ibarət, yəni n sayda elementdən ibarət siyahı yaratmaq üçündür. İndi mən siyahı yaradacağam. Boş bir siyahı götürürəm. Sonra deməli başlayıram burada siyahının içərisinə siyahını yaratmağa. Deməli dövrə daxil oluram. For in range 1-dən n plus 1-ə qədər. Və hər dəfə bir ədəd daxil eləyək. Deməli bir dəqiqə int input yazmalıyam mən bura. Bir ədəd klaviaturdan daxil edilsin. Və həmin ədədi m siyahısına əlavə eləsin. m.append x. X-i daxil edir. Bu hələ ki siyahını yaratmaqdır. İndi başlayırıq. Həmin siyahının cüt indeksli elementləri ilə tək elementin cəmini tapmağa. Yenə bir dövrə girəcəyik. Əvvəl s-i sıfıra bərabər cəm dediyinə görə bir dənə s götürürəm. Sonra dövrə girirəm. For in. İndi indeks dediyinə görə elə range ilə yazaq. Range 0-dan n element, yəni n-ə qədər. Yaxud da len m də yaza bilərdim. Siyahının sayına qədər. Nə edəcək burada? Deməli, əgər indeks, yəni bu 0-dan başlayacaq da, indeks cütdürsə, cütlüyü 2-yə bölməklə yoxlayırıq. Cütdürsə, deməli, cüt ədədləri, belə deyək də, cüt indeksli elementləri ilə, deməli, bu birinci indeksdə duranı tək elementlərin cəmini. Birbaşa burada da yaza bilərəm or-la, yaxud da belə də yaza bilərəm. Əgər bu şərt doğrudursa, elə birbaşa burada yazam və ya m siyahısında inci indeksdə duran təkdirsə, bölürəm 2-yə. Bölürəm 2-yə. Alınan cavab qalıq, yəni təkdirsə, bu zaman s bərabərdir. S-in üzərinə gəlsin. Nəyi gəlməlidir? Həmin elementi.
S bərabər S üstə gəlsin. M dəyişəndə i-nci indeksdə duran. Bu cür yaza bilərik. Və axırda print ekrana çıxardacaq S-i. Bitdi.